Sabah artıq cavab oyununa çıxacaq. Səfərdə Torpedo Kutaisiyaya qarşı bizi təcrübəli, köklü bir komandaya qarşı olduqca vacib səfər oyunu gözləyir. İlk oyunda qələbə qazanmışıq, müəyyən üstünlüyümüz var və bilirik ki, bu komanda həm tarixi bir komandadır, köklü bir komandadır. Böyük azarkeş dəstəyi olacaq Sabah stadionunda. Təcrübəli məşqçiləri var, təcrübəli, keyfiyyətli futbolçuları var. Avrokubok təcrübələri də yetərincədir və bilirik ki, ev oyunlarında daha böyük bir motivasiya ilə çıxış edib nəticənin gedişatını dəyişməyə çalışacaqlar. Biz buna hazırlaşmışıq. Allahın köməyi ilə biz də istəyirik ki, oyuna fəal başlayan tərəf biz olaq. Və düşünürəm Sabah azarkeşlər üçün çox maraqlı bir 90 dəqiqə. İnşallah ümid edirəm ki, 90 dəqiqədə mərhələni keçib azarkeşlərə maraqlı olan bir bəxş eləyə biləcək. Ancaq. Thank you so much. I think the game was good. The game we played was fun, and I think we are ready to prepare for tomorrow. I know it will not be easy game, but we will fight until the end of the game. Of course, we saw a good game. They have good capacity to win, but for us, we will prepare. It doesn't matter what happened the first game. It's a history. So we will be ready tomorrow to fight until the end of the night. Yaxşı bir komandaya qarşı oynayacağıq. Baxmayaraq ki, ilk oyunda qələbə qazanmışıq. Bu bizim növbəti tura keçməyimizə təminat vermir. Təəssüflər olsun ki, rəqibin də udmaq ehtimalı var idi ilk oyunda və biz sona kimi mübarizə aparmalıyıq. İlk oyunda qazandığımız nəticəyə rəğmən yenidən eyni təfəkkürlə meydanda olacaq. Buyurun, sağ olun. Suallara keçəlim. Başkanım, iki sualım olacaq. Birinci sualımla bağlıdır ki, siz yanında da ilk oyundan sonra İlkan konusunda qeyd etmişsiniz ki, baxmayaraq, stres adlı qələbəyə baxmayaraq, komanda almışız, 70-ci dəqiqədə fiziki cəhətdən bilmək istəyərsən, bu sabahki qarşılaşmada komanda fiziki gərginlikdə olmayacaq mı? Yəni ki, daha nə qədər komanda fiziki cəhətdən tam hazırdır sabah? İnşallah ümid edirəm ki, Sabah birinci oyunla müqayisə daha yaxşı fiziki hazırlıqlı olacaq oyuna. Son həmişə birinci oyunu çətin olur. Başa düşürük ki, Sabah rəqib də birinci oyundan daha yaxşı formada olacaq, daha yaxşı oyun göstərəcək və anlayırıq ki, əgər mərhələni keçən tərəf olmaq istəyiriksə və biz də Bakıdakindən daha yaxşı olmalıyıq. Hər bir komponentdə. İstər texniki baxımdan, istər taktiki, istər fiziki baxımdan. O ki qaldı tam ideal fiziki səviyyədə olmaq üçün, bunun üçün ən azı 3-4 rəsmi oyuna ehtiyacımız var. Bu Avrokubok oyunda ola bilər, bu çempionat oyunda ola bilər, amma komandanın sezonun ikinci oyununda ideal vəziyyətdə olması biraz qeyri-mümkün olan bir məsələdir. Amma inşallah inanıram ki, futbolçular sabahları digər komponentlərlə, əzmkarlıqla, təcrübə ilə, ağıllı oyunla məhz bunu sığortalaya biləcəklər. Ötən oyunun müqayisədə əsas dəyişiklik gözlənilir. Ümumiyyətlə, mən bilmirəm, bəzi məşqçilərimiz artıq bu təcrübədən istifadə edirlər. Prosmeçki vaxtı yazıda gəlirsə, o həmişə biri 5 dəqiqə, bir gün əvvəl əsas heyət açılır. Ayxan Abbasov da son 6 toplanışında bir gün əvvəl heyət açılır. Bəlkə siz də tezini qırasınız. Bir gün əvvəl əsas heyət, 2 gün oynayacağını deyəsiniz. Bu bilirsiniz, məşqçilər əlində həmişə rəqib haqqında məlumat əlavə bir silaha çevrilir və ona uyğun da müəyyən hazırlıqlar görmək olur. Mən çox istərdim ki, rəqibin heyətini bilim, sabah oyun öncəsi. Mən də rəqibin heyətini müəyyən dəyişikliklər gözləyirəm, amma təəssüf olsun ki, bizdə məlumat yoxdur. Və mən də düşünürəm ki, mənim də məlumat verməm düzgün olmaz. Bilirsiniz, milli səviyyədə biraz fərqlidir. Prosenski dövründə fərqlidir, rahat heyət açıqlanırdı və bəlkə də bir çox rəqiblərə fərq eləmirdi. Biz hansı heyətlə meydana çıxırdıq, çünki rəqiblər arasında böyük fərq var idi milli səviyyəsində oynadığımız oyunlarda. Ayxan müəllim də
vurğuladı ki, yoldaşlıq görüşdü, belə bir şeylədir və əminəm ki, rəsmi oyunlarda bu olmayacaq. Çünki indi artıq o qədər inkişaf edib ki, məşqçi heyətlərin işi o qədər inkişaf edib ki, bir məlumat baxırsan ki, sabah oyunda böyük nəticəyə təsir edə bilər, böyük rol ola bilər. O yüzden də sabah 11'i məhz sabah son toplantımızda, futbolçuların toplantımızda bildirəcəyik və çalışacağıq ki, hər şeyin ən yaxşısını eləməyə çalışaq. İstər ilk 11'li, istər sonradan meydana daxil olacaq oyuncular ən yaxşısını eləməyə çalışacaq inşallah. Bir də əlavə olaraq üçüncü sualı vermək istəyirəm. Mən bilirəm ki, bu sualı verəndən sonra sizin üçün belə deyəcəksiniz ki, sabahki maçı düşürür. Fikriniz ona görə. İstənilən halda mən bu sualı sizə vermək istəyirəm. Növbəti mərhələdə mümkün rəqibləriniz Estoniya və Litva təmsilçiləridir. İlk oyunda Estoniya oyunda bir hesabı nəticə. İstənilən halda sizin üçün hansı daha yaxşı olar? Hansı rəqib daha? Bax, 6 gündür ki, belə deyək, biz Torpedo Kutaisi cütlüyünün potensial rəqibi bilinir kimdir. Biri Estoniya klubudur, biri Litva klubudur və 6 gündür ki, onlar öz aralarında oyun oynayıblar. Mən 6 gündə heç olmasa 4 dəqiqə, 5 dəqiqə oyunun belə deyək də icmalına baxmamışam. Mənə maraqlıdır, çünki mən bilirəm bizi sabahları nə gözləyir. Mən bilirəm ki, biz mərhələni keçməkdən ötürü, o komandaları fikirləşməkdən ötürü biz sabah çox güc sərf eləməliyik və biz çox məsuliyyətli bu oyuna yanaşmalıyıq. Vallahi mən oyunun icmalına baxmamışam. Mən bilmirəm orada nə baş verər, bircə bilirəm ki, 1-1 olub, oyun necə gedib, nə cür olub, kim daha yaxşıdır, kim daha hansı sistemdə oynayır, heç biri mənə maraqlı deyil. Mənə yeganə maraqlandıran sabahki oyundakı bizim nəticəmizdir və mənim bilirsiniz 10-15 illik Avrokubok təcrübəm var və mən çox yaxşı bilirəm ki, sabah bizi nə gözləyir və bunu maksimum futbolçularıma aşılamağa çalışmışam və düşünürəm ki, onlar da yetərincə son illərdə Avrokuboklarda təcrübəmiz var və onlar da başa düşürlər ki, sabah bizi meydanda nə gözləyir və biz necə bir oyunu maç etdirməliyik ki, mərhələni keçən tərəf biz olaq inşallah. Tahir buyur. Mənim iki sualım var. Birinci sualımla ibarət edirəm. Adın çempionatda görə Avrokubokların təcrübəsi var. Rəqibə görə oynamağı sevir. Müdafiə səliqəli oynayır, əks-hücumları yaxşı oynayır. Rəqib 3-0-dan sonra sabah açılacaq, yəni gücü irəli getməyəsində. Və əks-hücumları ilə orada sizin bir qədər işinə basan başlayacaq. Birinci sual, ikinci sual olma ibarətdir ki, zaten belə bir hesablı qələbələrdən sonra erkən cavab oldu, erkən gol komandanın panik hesabı, yəni rəqib belə olmalı. Bunun qarşısını almaq üçün mən yapmalıdır. Oldu belə bir fikir verdiysə, əgər bizim də dəyişikliklərimiz 3-0-dan sonra Bakıda cinahlara sürətli oyuncular buraxdıq. Bogomolski, Cibril İsa hücuma Ereni Aydını keçirdi ki, 3 çox sürətli bir futbolçu olsun və görsənir ki, rəqib bizim üzərimizə böyük qüvvə ilə gəlir. Bundan istifadə eləməyə çalışdıq və çox sayılı hücumlarımız oldu ki, harada ki biz bəlkə 4-cü, bəlkə də 5-ci qolu vura bilərdik, amma rəqib də fərqlənə bilərdi. Çox təəssüflər olsun ki, o dəqiqələrdə o hücumlarından istifadə edə bilmədi. Bəlkə də sabah bizim üçün oyun daha rahat keçərdi, amma sabah oyuna necə gedəcək, biz əks hücumda oynayacaq, yoxsa rəqib əks hücumda oynayacaq və yaxud bizim hər hansısa bir oyun planı haqqında məlumat verə bilməyəcəm. Biz futbolçuların öz aramızda bu haqda bütün həftə boyu danışmışıq, işləmişik. O ki qaldı erkən qola, artıq o əvvəllər elə bir deyim var idi ki, 2-0, 3-0'la oyunlardan sonra bir gol 15-20 dəqiqəyə vurmalısan ki, üstünlüyü yaradan sən olasan sonuçta, amma biz son dünya çempionatda da baxırıq, artıq dünya futbolunda da baxırıq ki, son 10 dəqiqədə, son 15 dəqiqədə belə komandalar artıq güclü rəqiblərə qarşı belə 2 gol, 3 gol vura bilirlər. O yüzden də düşünürəm ki, hakimin final fitinə qədər, ilk saniyələrdən hakimin final fitinə qədər oyunda hər şey baş verə bilər və o yüzden də çalışmalıyıq ki, ən yaxşı oyunlarımızdan biri keçirdik inşallah Avrokuboklarda. Sağ olun. Son olarak bir sual da verirəm. Hər nə qədər bu sabahki oyuna aid olmasa da Zirənin növbəti mövsümdə aydındır ki, aydın məsələdir ki, Qarabağ var, Sabah var, onlarla çempionluğunda mübarizə aparmaq bir qədər çətindir. Ancaq hər halda Zirənin növbəti mövsümdə əsas hədəfində olacaq və biz nə var işdə biləcəyik ki, ümumiyyətlə tam əminlik ki, biz Zirə sırf çempionluğu oynayırıq. Misal üçün, Turan Tovuz rəhbərliyi birdən belə biz keçən mövsümlərdə bir çempionluğu oynayırıq. Avrokuboklara deməliyik. Sırf çempionluğu oynayırıq.
Əsas hədəf nədir və komandanın qarşısında nə tələb qoyulur? Qarşıda elə bizi belə deyək, hardasa 45 gün, 50 gün transfer dönəmi gözləyir. Və hamımız da başa düşürük ki, bugünkü Qarabağ və Sabah hansı səviyyədədir. Hamı üçün aydın məsələdir. Digər tərəfdən isə Turan Tovuzun keçən ilki göstərdiyi performans, istər indi transfer dönəmində göstərdikləri fəallıqlar və eşidirsən, bilirsən. Digər tərəfdən isə Neftçi komandanın çempionatın qış fasiləsindən sonra göstərdiyi yaxşı bir performans, nəticələr və indi elədikləri transferlər. Başa düşürük ki, bu 4 komanda çempionatda çox iddialı bir vəziyyətdə olacaq. İnşallah biz də o 5-ci komanda olmaq istəyirik ki, medallar uğrunda mübarizə aparan və yaxud imkan olsa 2-ci yer, 1-ci yer uğrunda mübarizə aparan olmaq komanda istəyirik. Amma bundan ötürü biz bu 45 gün transfer dönəmini, seleksiya dönəmini çox yaxşı səviyyədə keçirməliyik. Digər tərəfdən Sumqayıt, Araz, Naxçıvan, Qəbələnin fəallığını görürük və onların da düşünürük ki, növbəti sezon onlar da iddialı komandalar arasında olacaqlar və o yüzden indidən əvvəlcədən nəsə demək çətindir. Demək qeyri-mümkündür nəysə, doğru bu dəqiqə proqnoz vermək çətin olacaq. Amma inşallah istəyirik ki, biz də iddialı komandalar arasında olaq, medallar uğrunda ən azından mübarizə aparaq. Çox Sağ ol. İnanırıq ki, qələbə qazanan biz baş məşqçimizdə mətbuat konfransında yer verəcəyik. İnşallah. Sağ ol.